İmtahan mərhələsi nədən ibarətdir? İmtahan mərhələsində biz artıq imtahan göndərə bilirik. Bunu da süni intellekt eləyir. Biz vakansiya yerləşdirən zaman buradan imtahan seçiriksə əgər və imtahan limiti qoyuruqsa ki, neçə faiz keçid balı olsun, artıq həmən CV 70% keçibsə, əgər həmən CV bizim vakansiyaya uyğundursa, ona imtahan mərhələsinə keçirilir və sual göndərir, imtahana dəvət göndərir. Məsəl üçün, bizdə burada imtahan bölməmizdə bir dənə müştəri var, imtahan göndərilib və imtahan göndəriləndə də istifadəçi də bu cür əksini tapır və istifadəçi həmən açır, həmən imtahanda iştirak eləyir və nəticəsini axırda imtahanı təsdiqləyir, imtahanı bitirir. İmtahanı bitirdikdən sonra isə nəticəsi görsənir və bunu biz öz səhifəmizdə də görə bilirik. 0% nəticə və nəticəni də baxa bilərik video şəklində ki, artıq süni intellektdən istifadə eləyibmi, özü yazıbmı bu imtahanı yoxsa yox. Bunun haqqında məlumatlarımız bu qədər.